etiqaf haqqında xatırlatma edim. Etiqaf bir müsəlmanın məsciddə, yəni Allah üçün özün məscidə həsr eləməsidir, həbs eləməsidir. Yəni məsciddə 10 gün, 20 gün, 1 ay boyunca etiqafda qalır və məscidi tərk eləmir. Yalnız Allaha ibadət edir. Bu, İslamın şüarlarındandır, İslam dinindəndir. Və böyük bir savabı vardır. Etiqafın savabı kim etiqafda qalacaqsa, necə ki hədisdə gəlib, Allah Subhanahu wa Taala onunla cəhənnəm arasında 3 xəndək məsafədə səd yaradacaq. 3 xəndək. Sahabə deyir ki, hər birinin, Allah Rasulü deyir ki, hər birinin arasında olan məsafə şərqlə qərbin arasında olan məsafə qədərdir. İbn Abbas radiyallahu anhu etiqafda olarkən söyləyir ki, yanıma qardaşım gəldi. Görün, İbn Abbas nə deyir? Radiyallahu anhu. Allah Rasulunun əmsi oğlu. Quranı yaxşı bilən. Deyir ki, əxim, qardaşım, sən kədərlisən, nədir səni kədərli edən? Etiqafda olduğu halda digər sahabə deyir ki, borcum var, borc vaxtıdır, borcumu ödəyə bilmirəm. İbn Abbas deyir ki, istəyirsənmi səninlə, sənə olan borcunu gedim danışım, yəni asanlaşdırsın. İbn Abbas radiyallahu anh deyir ki, qalxdı ayağa getməyə, mən dedim ki, unutmusan etiqafdasan. Unutmusan etiqafda olduğunu. İbn Abbas dedi ki, bu mənə 10 il etiqafda qalmaqdan daha xeyirlidir. Sənin sıxıntına kömək etmək üçün getməyim 10 il etiqafda qalmaqdan daha xeyirlidir. Baxın, onlar belə idilər. Öz qardaşlarına sıxıntı anında, çətinlik anında belə dəstək olurdular, belə köməklik edirdilər. Çünki Muhammed sallallahu aleyhi və səlləm onları belə öyrətmişdir. Baxın, əsl din budur, qardaşlar. Biz əməl etməsək həyatımızda bərəkət olmayacaq.